Yəni nə var ki burada? Onu götürüb hər şeyə yozmağın, yəni bir mənası yoxdur. Mənim nəyimə lazımdır? Mənim Allah şükür məni tanıyan, bilən bilir. Bir də ki pis hərəkət edən insan burada canlıda eləmir. Cəmaət qarşısında eləmir. Bunu siz bilirsiniz heç. Cəmaət önündə durub məsələn deyirəm, mənim əgər nəsə bir uzaq olsun, pis bir niyyətim varsa, mən onu durub burada video niyə paylaşıram ki? Yəni isə burada nəyə görə canlıda mən nəyisə deyirəm ki, budur. Düz demirəm sizə Allah. Gizli eləyərəm də, işimi gizli eləyərəm. Niyə görə həqiqi deyirəm ki, budur, odur. Ona görə də valla insanlara biz, məsəl üçün mən nədir, mənim videom getdi, məsələn deyirəm, şeydir, nə deyim, sən niyə elə bir mahnı ilə paylaşmışdın? Elə mahnı ilə paylaşırlar da ki, tutsun, mən ağzımda nə deyirəm? Bəs dəstək olmaq istəyirik də, istəyir insanlara kömək olaq, dəstək olaq. Buranın da qaydası budur. Bəli, elə mahnı qoyursan ki, qoy qəşəng, həm gözəl mahnıdır, həm də ki qoyursan ki, gözəl kəşfətə düşsün. Məsəl üçün o insanlara da dəstək olar. Mən o insana eşitirsən Aygül. Mən dəfələrlə getdim Allaha qoy yayına. Qəşəng də hədiyyə də atdım. Hədiyyəni atan kimi yoldaşı gördü, sıraz dedi onu at bloka. Başlar çatır, bilsən necədir? Yəni əslində o düşünsün ki, məsələn fikirləşməli idi ki, bu adam bizə dəstək olur, kömək olur da, yəni başa düşdün. İndi o gün baxıram görəm insanlardan kömək istəyirlər, pul istəyirlər. Sənə nə ziyanın var idi? Gətirib 1-200 də sənin kartova atacaqdım da. Yəni mənim sənə nə ziyanım var ki? Kasıb canımdan istəyirəm kömək olum, dəstək olum. Mən də bir nəsə bir nə bilim insanıq da. Mən qısqanc. Baxır da kimə qısqanmaq lazımdır. Valla məni ekranı bəyənin dostlar, yayınımızı bəyənək. Hoşunuza gəldi. Gerçək, əldə sağlıq, qoş baxıya təşəkkür. Cəfərliyə minnətlər istəyərsən. Uşaqlar, hamımız ekranı bəyənin dostlar, yayını bəyənək. Hara gedir bunlar? Valla ne bileyim, bak görürsünüz hiç mənə maraqlı deyil Allah haqqı. Kim hara getdi, kim haradan gəldi. Sizə hər şey maraqlıdır maşallah olsun. Maraqlanır. Kim evləndi, kim boşandı, kim nə oldu? Kim bir tane ailə kimi yazırlar, paylaşırlar. Nə olub bunda nə? Bəs səndə ümumiyyətlə mənə konkret maraqlı deyil, heç kim maraqlı deyil. Allah hamının canını sağ eləsin, ruzisini versin, hamı sağ olsun özündə. Yəni mənə heç kim maraqlı deyil. Koyup gitmez çünkü gedən bir adımdan çıxardı. Xoş gəlmisiniz. Onu da həll elədik. Başqa nəsə demədiniz də mənə, hə? Onu içəndən sonra işə yola getmək lazımdır. İşdə də var şərait, narahat olmayın, hamısı var. Problem yox, baxımdan mən dedim. Demək başqa nə idi? İngilis duzu. Başqa alınacaq iş yoxdur ki. İngilis bayrağı. Yox, qadası, yox, niyə ki soruşun, o nə deməkdir? Adam soruşar, deyir. Prosta belə şeylər, yəni maraqlı gəlmir mənə, o anlamda deyirəm qadası. Yəni deyirsən hara gedir, deyirəm valla nə bilim, yəni mən bilmirəm. Filosof əmi, onu mən elin... Qardaş o xəstələnib. Niyə öyle? Bir ay işləmək olmaz, üstünüzə sağlıq. Elə mi? Onun üstündə yazdı belə, köpdeyi. Allah şəfa versin, Allah kömək olsun. Yeni gələnə xoş gəlmişsiniz. Salamınızı. Yaxşı vaxtı uşaqlar. Bu soda kimi Aygün gözəldir dana, gözəlimdir dana. Gözəl dana. O qız uşaq deyirdi. Gözələm dana. Elə yox, mən qəşəng deyirəm ona. Nağarıram ki. Yox, deyir ki, gözələm dana, nağarıram ki. Ata nə tərdi? Yaxşı durayım, yaxşı. Savaşmışam atıyla. Yox, savaşmaq. Şeylə işin olmasın. Asıyla savaşma yox, bizdə savaşmaq nə tər olur? Yəni bircə kəlmə, qutardı getdi. Mənə deyir ki, bir də səndən pul istəməyəcəm, dayı, qutardı. Seyo, bunun adı qutardı. Mən də deyirəm, bu Allaha şükür, lap yaxşı. Aygün sənin haqqında nələr deyirdi? Ay Allah, hələ bunlar qalmayal orada ilahi. Anlaşılmamazlıq oldu. Üzrümü də istəmişəm. Canlı, narahat olmayın. Canımsan, narahat olma. Mən heç kimlə zaten incimürəm, küsmürəm, valla. Salam. Onsuz mən soda alıp bir dəfə Çox sağ olun, içəmirəm. çox bahalı gəlmiş Allah. Cənab Bətbəxi, xoş gəlmişsiniz. Necəsiz? Ay Allah. Bir dənə 8-ləri görüm, ondan sonra daha tərətməyəcəm. Prosta bu 90'lardan tanımaq istəyirəm. Neçə gündür də yayında bana gəlir soruşur. Neçə kilo olsam, neçəyə düşdü, neçəyə düşdü. Çok gözəl hər şey. Bir həftədə 94'də bir şey almışam. Aldım. Yaraşır. Biz arxamızda sən yanaşın. Az bu kim arıqlıyor, hamısı foto. Xeyr. Mən şey biləm dayı. Az orada səs-küy çoxdur, vajin qurban. Efir kökəli çox göstər adamı. Hə, elədir.
Yağı insan deyib bu günə. Uşaqlar iki qatlı uşaqlar. Nə atsaz ikiyə sayılır ay mənim canlarım mənim. Canlarım benim. Bir atsaz ikiyə sayılır uşaqlar. İnləri var ya Allah'ın. Ekranı bəyənin ay dostlar. Ekran tık eləyin. Tanışlarımız görürsünüz. Bu kafedir də. Çox sağ ol ay yetim. Elə nə çıxsa vala yetimdən çıxır. Görürsünüz. Buyurun xanım, buyurun xoş gəldiniz. Videonun kommentlərini oxuyuram. Gücüm çatdıqca cavab verirəm. Yaxınlaşın, yaxınlaşın. Gəlin. Ailə buradadır, gəl. Laləni tanımam. Sağ ol, necəsin? Laləni tanımırsan? Yox, mən Laləni tanıyıram. Hə. Xanım tanış gəldi, ona baxıram. Aslanın ay günü bizimləsən. Hə, laf gözəl. Xoş gəlmisiniz. Xoş, çox sağ olun. Çox sağ olun. Ekranı bəyənsin ay dostlar. Sən bu qızla muhatap olma. Mən burada otursam qapıda. Hamısını Neyniyim işdən bəs? Kimlə çıxardım. danışım? Kimlə gülüm? Kimlə oynayım? Neyniyim bəs? Ay. Lalə çağırıq. Aslanın ağzını görəyəm. Nə olsa ana deyəcəklər falan kəsirlər. Hamı yaxşı Ceyranın laləsi. Bizim aşırı olan Asya bu boyutlar Ceyran ailəsi deyirlər. Nə deyirsən? Yeməkdə xalam işləyir. Ay buradan baxırız. Onun səhifəsi nədir? Xalamın səhifəsi var. Xalam da səhifəsi. Ya Allah, xalam baxmır mənə, izləmir məni. Uşaqlar hamımız ekranı bəyənin ay dostlar. Yayınımızı bəyənək bir dənə. Nə bişirirsiniz? Heç kartuşka qaynadacağım şeydir. Qırmızı soğan şey nədir də, yəni salata, bir də ki şey duzlu balıq Rusiyadan yollayıblar, izləyicim yollayıb şeydə. Duzlu balıq. Ona görə kartuşka dedim qaynadı. aşağıda doktorlara bir pahalı var. Ceyda xanım da masaj eləyəndə qəşəng, salon düşdü. Uşaqlar hamı ekranı bəyənsin ay dostlar. 95 nəfər var. 95 nəfərin ekran bəyənsi bu deyil abla. Yayını bəyənin. İşi qutardı geysən? Geysən? Ice var doktor. Yox, içi tutur. Ceyda xanım tiktokerdir. Həm də bizim toyumuza da gəlmişdi. Tanıyıram. Bu dilema xəşiyor. Ay, mən burada bir xanım var idi. O mənim salonda onun işləyirlər. Onun sözləri yemişəm. Burada salon görüntü Ceyda xanım restoran adı restoran var. O şey məndə də yaranmış. Ulbaku. Od Baku restoranı var. Oradan geçək mənə yemək gəldi. Sağ olsunlar. Elə dat şir nədir? Hə? Şirəli dana. Şirəli dananı mən sevirəm də, yəni konkret yediyim odadır. Elə gözəldir. Çox sevirəm yəni. Hardadır? Yəni harda yerləşir? Hə, gələrsən gedərik. Qol Baku. Ha? Qol Baku. Gələrsən ki, apararsan bizi. Aygün, mayın 6'sı mənim ad günümdə. Aygün, mayın 6'sı 3 gün qaldı, 2 gün. Harda deyirsiniz? Heç bir maraqlanırsan, heç bir mənlə. Gözəl ona görə. Yox. Sayına gətirmişsin. Vallahi həqiqətən. Yox, sıfırda nə var? Ona görə də mənə deyirlər ki, Aygün səni çox istəmir. Hamısı yazır ki, Aygün səni çox istəmir. Bunu bil. Onu bil ki, ay xanım, eşidirsən məni? Burada TikTokda bir dənə bəhkədən qız varsa, o da Ceyla xanımdır. Canımsan Aygün. Aslan canlıdadır, sən deyib. Qədər çəkiyor. Yeganə xanım, canım siz öpürəm sizi. Toy səsini dalva saldı. Ailəmi dağlataydı. Ha? Nə deyirsən? Toyu keçək maraqlı apardı. Allah haqqı. Getirəyə çıxdı, ATV-yə çıxdı. Bu video yadı ki, tamam ki, ailə dağılır, yazıq qız. Belə də yaxşı insan kimsin? Allah haqqı. Bilirsiniz necədir? İndi orada səs çox da bilmirəm. Mən eşitmirsiniz buradan. Mən bilirsiniz necədir? Mən valla inanın ki, məsəl üçün bəzən mən hər videonu paylaşmıram. Hər adamla çəkilən videonu paylaşmırıq. Özümüz paylaşırıq ki, məsəl üçün deyirəm, bir dəstək olaq, bir kömək olaq, necə deyirlər. Yəni burada nə var ki, videoda da çəkirsən, paylaşırsan yəni. Herkese salam. Kanalımıza da yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçısı Aygün canlı yayımda Ceyla xanımla birlikte olub. Ceyla xanım ad çəkmədən bizimlə Sən verilişinin məşhur cütlüyünə dəstək olmaq istədiyini bildirib. Amma onun həyat yoldaşının qısqanclıq etdiyini deyib. Həmin görüntüləri sizlərə təqdim edirik.